Suraxanı rayonunda abadlıq işləri geniş miqyas alaraq qəsəbələrdə təmir bərpa işləri davam etdirilir. Qeyd edək ki, aprelin 25-də Suraxanı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi, məhəllə 14-15 ünvanda yeni təmir olunmuş məhəllərin açılışı olub. Açılışda rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, rayon İcra Hakimiyyətinin başçısının müavinləri, şəhid ailələri və qəsəbə sakinləri iştirak ediblər. Ümumi sahəsi 485 metrin kvadratı olan ərazidə aparılan geniş abadlıq və yenidən qurma işləri çərçivəsində sakinlərin rahat istirahəti üçün müasir infrastruktur yaradılıb. Belə ki, ərazidə 800 metrin kvadratı asfalt örtüyü salınıb, 325 metrin kvadratı daş döşəmə və 90 metr beton örtüyü çəkilib, 190 metr bordur düzülüb. Həmçinin 8 metrin kvadratı daş örtü işləri görülüb və 24 metr dəmir barmaqlıqları quraşdırılıb. İstirahət güşəsində vətəndaşların asudə vaxtının səmərəli təşkili üçün 2 ədəd söhbətgah, 2 ədəd idman qurğusu quraşdırılıb. Uşaqlar üçün sürüşkənli yerləncək, 5 ədəd oturacaq yerləşdirilib. Yaşıllaşdırma işləri çərçivəsində 78 metrin kvadratı qazon örtüyü salınıb. Mövcud ağaclarda budama işləri aparılıb. Ərazidə təhlükəsizliyin və komfortun artırılması məqsədi ilə 82 metrin kvadratı kauçuk örtük tətbiq olunub. Eyni zamanda 9 ədəd elektrik dirəyi quraşdırılıb və 300 metr uzunluğunda kabelləşmə işləri həyata keçirilib. Ərazidə yerləşən şəhid bulağı əsaslı təmir olunub. Həmçinin 300 metrin kvadratı sahədə divarlar boyanaraq estetik görünüş təmin edilib.